Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızdan bilərsiniz, xoş gördük hər birinizi. Yeni Yasamalda yeni satışa çıxan yeni təmirli bir mənzili sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz Yeni Yasamalın ən yaxşı yerlərindən birində 77 nömrəli avtobusun son dayanacağında ərazinin ən keyfiyyətli binalarından birində yerləşir. Yolun kənarındadır. 17 mərtəbəli binanın 8-ci mərtəbəsində qanuni bir otaqdan 2 otağa 3 otağa, bir otaqdan 3 otağa düzəlmə bir mənzildir. 72 kvadrat ümumi sahədən ibarətdir mənzilimiz. Yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Burada belə bir güzgülü restorandan istifadə olunub. Bura mənzilin əsas yataq otağı, qonaq otağı, qonaq otağından mətbəxə keçid və bu hissədə isə mənzilin 3-cü otağı nəzərdə tutulub. İstəsəniz oranı qardirob otağı kimi də istifadə edə bilərsiniz. Burada mənzilin qonaq otağını görürsünüz. Kifayət qədər geniş sahəyə malikdir qonaq otağımız. Tam təmirlidir. İşıqlandırmada lüstr buralardan və digər spot işıqlardan istifadə olunub. Burada mənzilin mətbəx hissəsini görürsünüz. Burada genişdir. Eyvan hissə olub. Burası ev sahibi buranı və oradan otaqdan da kəsərək, eyvanı da mənzilə qataraq buranı mətbəx hissə edib, mətbəx mebeli də quraşdırılmış şəkildədir. Burada soyuducunun və paltaryanın yeri də burada nəzərə alınmış şəkildədir. Əlavə olaraq burada kombi və qaz sayğacı üçün yer də saxlanılmış şəkildədir. İstilik sistemimiz də gördüyünüz kimi kombidir, batareyalarda, otaqlarda yerləşdirilmiş şəkildədir. Bir otaqdan 3 otağa ideal şəkildə düzəldilib mənzilimiz. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın geniş həyəti və yeraltı dayanacağı mövcuddur. Burada mənzilin əsas yataq otağı yerləşir. Gördüyünüz kimi bu formadadır, bu ölçüdədir və kifayət qədər də geniş sahəyə malikdir. Gördüyünüz bütün əşyalar da qalacaq, hamısı təzədir, işlənilməyib. Daha sonra daxil olaq mənzilin 3-cü otağına. Gördüyünüz kimi belə bir uşaq otağı kimi nəzərdə tutulub. İstəsəniz buranı qardirob otağı kimi də istifadə edə bilərsiniz. İçi yəni kifayət qədər normal ölçüdədir. Son olaraqsa burada mənzilin sanitar qovşağı yerləşir və burada lazımi aksesuarlarla təmin olunmuş şəkildədir. Mənzil haqqında ümumi məlumata keçin. Mənzilimiz yerləşir Yeni Yasamalda Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobusun son dayanacağında yerləşir. 17 mərtəbəli binanın 8-ci mərtəbəsində 72 kvadrat ümumi sahədən ibarətdir. Bir otaqdan 3 otağa düzəldilmiş bir mənzildir. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Gördüyünüz mənzilin qiyməti 168 min manat. Start qiymət təyin olunub. Real alıcıya mənzilə baxdıqdan sonra indirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.